tərəfinə birisi artıq 3-cü ildir monitorinqlər keçirilir. Bu ilki monitorinqdə əvvəlki illərdən fərqli olaraq daha çox iştirakçılar qoşulmuşdur, danışmanlar qoşulmuşdur. Əgər biz birinci monitorinq müddətinə baxsaq, 24-cü ildə cəmi 109 hüquqşünas iştirak edildi. Amma sonuncu hesabatımızda bu sorğuda artıq 764 hüquqşünas onlayn qaydada sorğuda iştirak edilir. Bu da sorğuya olan marağın kəskin şəkildə artmasının göstəricisidir. Siz əslində bu təşəbbüsü irəli sürməklə bir koordinasiya rolunu aparmışsınız. Bu da, məsələn, biz heç bir jurnallar bu müstəvidə yığışmır. Yəni, yığışmırıq və bununla da müəyyən məsələlərin müzakirəsindən belə desək, məhlum olur. Ona görə sizdən birinci xahişim ondan ibarətdir ki, bu cür tip yığışmalar biraz çoxaltmaq lazımdır. Nəşr prosesinin təşkilləşdirməsi istiqamətində hər bir jurnalın özünün nəşr olunma forması var, həm də bir üslubu var. Əlbəttə ki, bu da vacibdir. Məsələn, elektron məqalə təqdim etmə, idarə etmə sisteminin tətbiqi, məqalələrin vaxtının nəşrinin təmin edilməsi, bunlar siz qeyd elədiniz, o imtina ilə bağlı, bu da vacib bir şeydir. Jurnalların fəaliyyətində müəyyən irəlilmə nəzərə salınır. Bu yaxşı haldır. Həm də Azərbaycanda bir yerin inkişafını bunu gözləmək. Bu tədbir, bu istiqamətdə görülən işlər gələcəkdə həm də digər elmi istiqamətlər üçün də yaxşı bir presedent ola bilər və etiraf etməliyəm ki, digər elmi istiqamətlərdə açıq belə bir hərəkətlilik yoxdur. Bu səbəbdən mən sizi təbrik edirəm və uğurlarınızın davamını arzulayıram. Burada qeyd olundu süni intellektlə bağlı. Məncə süni intellektlə burada da bəndlər var. Mübarizə aparmaq yox, orada belə bir sual qoymaq lazımdır ki, süni intellekti necə biz özümüzə alətə çevirik.